Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. الأصل الثالث معرفة نبيكم محمد صلى الله عليه وسلم، وهو محمد بن عبد الله بن عبد المطلب بن هاشم، وهاشم من قريش، وقريش من العرب، والعرب من ذرية إسماعيل بن إبراهيم الخليل عليه وعلى نبينا أفضل الصلاة والسلام. Üçüncü əsas. Peyğəmbəriniz Muhammedi, ona Allahın salavatı və salamı olsun, tanımaq. O, Muhammed ibn Abdullah ibn Abdülmuttalib ibn Haşimdir. Haşim Qureyş qəbiləsindəndir. Qureyş isə ərəblərdəndir. Ərəblər də İbrahim Xəlilin oğlu İsmailin nəslindəndir. Ona və Peyğəmbərimizə ən üstün salavat və salam olsun. وله من العمر 63 سنة، منها 40 قبل النبوة، و23 نبيا رسولا. O 63 il ömür yaşadı. Bunun 40 ili peyğəmbərlik dövründən əvvəl olmuşdur. 23 ili isə nəbi və rəsul olmuşdur. نبئ بقرأ وأرسل بالمدثر وبلده مكة. İqra, Ələq surəsi ilə nəbi olmuşdur. Əl-Müddəssir surəsi ilə rəsul olmuşdur. Onun şəhəri Məkkədir. بعثه الله بالنذارة عن الشرك ويدعو إلى التوحيد، والدليل قوله تعالى: يا أيها المدثر قم فأنذر وربك فكبر وثيابك فطهر والرجز فاهجر ولا تمنن تستكثر ولربك فاصبر. ومعنى قم فأنذر ينذر عن الشرك ويدعو إلى التوحيد، وربك فكبر أي عظمه بالتوحيد، وثيابك فطهر أي طهر أعمالك عن الشرك، والرجز فاهجر الرجز الأصنام، وهجرها تركها والبراءة منها وأهلها. Allah onu şirkdən çəkindirmək və tövhidə dəvət etmək üçün göndərmişdir. Dəlil uca Allahın kəlamıdır. Ey libasına bürünüb sarınan Peyğəmbər, qalx qorxud. Öz Rəbbini uca tut, libasını təmizlə, pis şeylərdən uzaqlaş. Çox bilib başa qalxma, Rəbbinin yolunda səbr et. Qalx qorxud ayəsinin mənası şirk barədə qorxud və tövhidə çağır. Öz Rəbbini uca tut, yəni onu tövhidlə əzəmətləndir. Libasını təmizlə, yəni əməllərini şirkdən təmizlə. Pis şeylərdən uzaqlaş. Pis şeylər bütlərdir. Onlardan uzaqlaşmaq, onları və əhlini tərk etmək, onlardan və əhlindən bəraətli olmaqdır. أخذ على هذا 10 سنين يدعو إلى التوحيد، وبعد العشر عرج به إلى السماء، وفرضت عليه الصلوات الخمس، وصلى في مكة 3 سنين، وبعدها أمر بالهجرة إلى المدينة. Bu 10 il vaxt apardı. O tövhidə çağırırdı. 10 ildən sonra o səmaya, meyraca qaldırıldı. Ona 5 vaxt namaz qılmaq vacib buyuruldu. O 3 il Məkkədə namaz qıldı. Bundan sonra Mədinəyə hicrət etmək əmri verildi. والهجرة الانتقال من بلد الشرك إلى بلد الإسلام. Hicrət şirk ölkəsindən İslam ölkəsinə köçməkdir. والهجرة فريضة على هذه الأمة من بلد الشرك إلى بلد الإسلام، وهي باقية إلى أن تقوم الساعة. Hicrət, yəni şirk ölkəsindən müsəlman ölkəsinə köçmək bu ümmətin üzərinə vacibdir və o qiyamət qopana qədər qalacaqdır. والدليل قوله تعالى: إن الذين توفاهم الملائكة ظالمي أنفسهم قالوا فيم كنتم قالوا كنا مستضعفين في الأرض قالوا ألم تكن أرض الله واسعة فتهاجروا فيها فأولئك مأواهم جهنم وساءت مصيرا إلا المستضعفين من الرجال والنساء والولدان لا يستطيعون حيلة ولا يهتدون سبيلا فأولئك عسى الله أن يعفو عنهم
وكان الله عفوا غفورا. Buna dəlil uca Allahın bu kəlamıdır. Mələklər öz nəfslərinə zülm edənlərin, yəni Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin canlarını alarkən onlara deyəcəklər: Siz hicrət zamanı nə işdə idiniz? Onlar deyəcəklər: Biz yer üzündə zəif kəslər idik. Mələklər də onlara: Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz deyəcəklər. Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis yerdir. Yalnız hicrət etməyə, yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır. وقوله تعالى يا عبادي الذين آمنوا إن أرضي واسعة فإياي فاعبدون. Uca Allah başqa ayədə buyurur: Ey iman gətirən bəndələrim, şübhəsiz ki, mənim yer üzüm genişdir. Buna görə də yalnız mənə ibadət edin. قال البغوي رحمه الله سبب نزول هذه الآية في المسلمين الذين بمكة لم يهاجروا ناداهم الله باسم الإيمان. İmam Bəğavi, Allah ona rəhm etsin, demişdir: Bu ayənin nazil olmasına səbəb Məkkədə qalıb hicrət etməyən müsəlmanlar olmuşdur. Allah onları iman adı ilə çağırdı. والدليل على الهجرة من السنة قوله صلى الله عليه وسلم لا تنقطع الهجرة حتى تنقطع التوبة ولا تنقطع التوبة حتى تطلع الشمس من مغربها. Sünnədən hicrətə dəlil Allah Rasulunun, ona Allahın salavat və salamı olsun, bu hədisidir. O buyurur: Tövbə kəsilməyincə hicrət kəsilməz. Tövbə isə günəş batdığı yerdən çıxmayınca kəsilməz. فلما استقر بالمدينة أمر ببقية شرائع الإسلام مثل الزكاة والصوم والحج والأذان والجهاد والأمر بالمعروف والنهي عن المنكر أخذ على هذا 10 سنين. Mədinədə qərarlaşdıqda İslamın qalan əhkamları da, məsələn zəkat, oruc, həc, əzan, cihad, yaxşı işləri əmr etmək, pis işləri qadağan etmək və başqaları ona əmr olundu. Bu 10 il çəkdi. وتوفي صلى الله عليه وسلم ودينه باق وهذا دينه لا خير إلا دل الأمة عليه ولا شر إلا حذرها منه. O, ona Allahın salavatı və salamı olsun, vəfat etdi, dini isə qaldı. Bu onun dinidir. Elə bir xeyir yoxdur ki, ümmətini onu bildirməsin və elə bir şər yoxdur ki, ümmətini ondan çəkindirməsin. والخير الذي دلها عليه التوحيد وجميع ما يحبه الله ويرضاه والشر الذي حذرها منه الشرك وجميع ما يكرهه الله ويأباه. Onun bildirdiyi xeyir tövhiddir və Allahın sevdiyi, razı qaldığı bütün işlərdir. Onun çəkindirdiyi şər isə şirkdir və Allahın bəyənmədiyi, xoşlamadığı bütün işlərdir. بعثه الله إلى الناس كافة وافترض طاعته على جميع الثقلين الجن والإنس والدليل قوله تعالى قل يا أيها الناس إني رسول الله إليكم جميعا. Allah onu insanların hamısına göndərdi və ona itaət etməyi bütün səqaleynə, cin və insanlara vacib etdi. Dəlil uca Allahın bu kəlamıdır. Ey insanlar, mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. وأكمل الله به الدين والدليل قوله تعالى اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا. Allah onunla dini kamilləşdirdi. Buna dəlil uca Allahın bu kəlamıdır. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. والدليل على موته صلى الله عليه وسلم قوله تعالى إنك ميت وإنهم ميتون ثم إنكم يوم القيامة عند ربكم تختصمون. Ona Allahın salavatı və salamı olsun, vəfatına dəlil uca Allahın bu kəlamıdır. Şübhəsiz ki, sən də öləcəksən.
Onlar da öləcəklər. Sonra siz qiyamət günü Rəbbinizin huzurunda mübahisə edəcəksiniz. والناس إذا ماتوا يبعثون والدليل قوله تعالى منها خلقناكم وفيها نعيدكم ومنها نخرجكم تارة أخرى وقوله تعالى والله أنبتكم من الأرض نباتا ثم يعيدكم فيها ويخرجكم إخراجا. İnsanlar öldükdən sonra dirildiləcəklər və buna dəlil Uca Allahın bu kəlamıdır. Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacaq. Və həmçinin Uca Allah buyurur, Allah sizi yerdən bir bitki kimi bitirdi. Sonra sizi ora qaytaracaq və çıxardacaqdır. وبعد البعث محاسبون ومجزيون بأعمالهم والدليل قوله تعالى ليجزي الذين أساءوا بما عملوا ويجزي الذين أحسنوا بالحسنى. Dirildikdən sonra hesaba çəkiləcəklər və əməllərinə görə mükafat və ya cəza alacaqlar. Dəlil Uca Allahın bu kəlamıdır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır. ومن كذب بالبعث كفر والدليل قوله تعالى زعم الذين كفروا أن لن يبعثوا قل بلى وربي لتبعثن ثم لتنبؤن بما عملتم وذلك على الله يسير. Kim dirilməni yalan sayarsa küfr etmiş olar. Dəlil Uca Allahın bu kəlamıdır. Kafir olanlar öldükdən sonra əsla dirildilməyəcəklərini iddia edirlər. De, bəli Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə bir-bir xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır. وأرسل الله جميع الرسل مبشرين ومنذرين والدليل قوله تعالى رسلا مبشرين ومنذرين لئلا يكون للناس على الله حجة بعد الرسل. Allah bütün rəsulları müjdə verən və qorxudan kimi göndərmişdir. Dəlil Uca Allahın bu kəlamıdır. Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. وأولهم نوح عليه السلام وآخرهم محمد صلى الله عليه وسلم وهو خاتم النبيين لا نبي بعده والدليل قوله تعالى ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين. Onların birincisi Nuh, ona Allahın salamı olsun, və sonuncusu Muhammeddir. Ona Allahın salavatı və salamı olsun. O, peyğəmbərlərin sonuncusudur və ondan sonra peyğəmbər yoxdur. Və buna dəlil olaraq Uca Allahın bu kəlamıdır. Uca Allah buyurur, Muhammed aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. والدليل على أن أولهم نوح قوله تعالى إنا أوحينا إليك كما أوحينا إلى نوح والنبيين من بعده. Onların birincisinin Nuh olduğuna dəlil Uca Allahın bu kəlamıdır. Biz Nuha və ondan sonraki peyğəmbərlərə vəhiy göndərdiyimiz kimi sənə də vəhiy göndərdik. وكل أمة بعث الله إليها رسولا من نوح إلى محمد يأمرهم بعبادة الله وحده وينهاهم عن عبادة الطاغوت والدليل قوله تعالى ولقد بعثنا في كل أمة رسولا أن اعبدوا الله واجتنبوا الطاغوت. Nuhdan Muhammedədək Allahın hər ümmətə göndərdiyi bütün elçilər ümmətlərinə Allaha ibadət etməyi və tağutu inkar etməyi əmr edirdilər. Dəlil Uca Allahın bu kəlamıdır. Biz hər ümmətə Allaha ibadət edin, tağutdan çəkinin deyə peyğəmbər göndərmişik.
وافترض الله على جميع العباد الكفر بالطاغوت والإيمان بالله. Allah bütün qullarına tağutu inkar edib Allaha iman etməyi vacib etmişdir. قال ابن القيم رحمه الله تعالى: معنى الطاغوت ما تجاوز به العبد حده من معبود أو متبوع أو مطاع. İbn Qayyim, Allah ona rəhm etsin, demişdir. Tağutun mənası qulun ibadət olunan, tabe olunan və itaət olunanda həddi aşdıqlarıdır. والطواغيت كثيرة ورؤوسهم خمسة: إبليس لعنه الله، ومن عبد وهو راض، ومن دعا الناس إلى عبادة نفسه، ومن ادعى شيئا من علم الغيب، ومن حكم بغير ما أنزل الله. Tağutlar çoxdurlar və onların əsasları 5-dir. Birincisi iblis, Allah ona lənət etsin. İkincisi, özünün razı olduğu halda ona ibadət olunan kəssin. Üçüncüsü, insanları özünə ibadətə çağıran. Dördüncüsü, qeyb elmindən nəyisə iddia edən. Beşincisi, Allahın nazil etdiyi ilə hökm verməyən. والدليل قوله تعالى: لا إكراه في الدين قد تبين الرشد من الغي، فمن يكفر بالطاغوت ويؤمن بالله فقد استمسك بالعروة الوثقى لا انفصام لها، والله سميع عليم. وهذا معنى لا إله إلا الله. وفي الحديث: رأس الأمر الإسلام، وعموده الصلاة، وذروة سنامه الجهاد في سبيل الله. Dəlil uca Allahın bu kəlamıdır. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırt edildi. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah hər şeyi olduğu kimi eşidəndir, biləndir. Bu, la ilahe illallah şəhadətinin mənasıdır. Hədisdə deyilir: İşin başı İslam, dirəyi namaz, hürgücünün zirvəsi isə Allah yolunda cihaddır. والله أعلم. تم بحمد الله.